Salam hər kəsə. 3-cü dərs videosuna xoş gəlmisiniz. Bu dərs videosunda kəsr ədədlər anlayışına giriş edəcəyik. Ümumiyyətlə kəsr ədədlər mövzusunu 3 hissəyə ayırmaq istəyirəm. Birinci hissədə kəsr ədədləri ilə tanışlıq, ikinci hissədə kəsr ədədlərin çevrilməsi və onların müqayisələri, üçüncü hissədə isə kəsr ədədlər üzərində əməllər, yəni bunların toplanması, çıxılması və s. İndi əvvəla birinci dərsimizə keçid edək. Kəsr ədədlər dedikdə bunun fərqli növləri ola bilər, adi kəsr və onluq kəsrlər kimi. Adi kəsrlərdə tərif vermiş olsaq, tərif belədir. A və B natural ədədlər olarsa, A bölünsün B şəklində olan ifadəyə adi kəsrlər deyilir. İndi biz bir kəsrin adi kəsr olduğunu necə anlayırıq? Adi kəsrlərə bir nümunə verim. Tutaq ki, 5-də 3. Bu ortadakı xətti görürüksə, bilirik ki, bu bir adi kəsrdir. Bizim yuxarımızda durən nədir? Sürət. Aşağıda duran ədədimiz isə məxrəcdir. Bunu anladıqsa, gəlin keçək adi kəsrlər necə adlandırılır. Yenə bir adi kəsr deyərək bunu nümunə üzərində göstərmək istəyirəm. Tutaq ki, bu olsun 5-də 4. Əvvəlcə məxrəc deyilir. Gördüyünüz kimi məxrəc bizdə 5-dir. 5-də buna bir şəkilçisi artırdıq. Sonra isə sürətin adı çəkilir. 4. Həmçinin bunu nə deyək? 10-da 7 edək. Bərabərdir. Adlandırırıq. Məxrəcimiz 10 olduğu üçün 10-da və sürətimizi götürürük bura 7. 10-da 7. Bu qədər sadə. İndi adi kəsrlərin düzgün və düzgün olmayan kəsrlər kimi iki növ var. Düzgün kəsrlər nəyə deyilir? Surəti məxrəcindən kiçik olan adi kəsrlərə düzgün kəsrlər deyilir. Və ya bir tərif kimi versək, A kiçikdir B olarsa, A bölünsün B kəsri düzgün kəsrdir. Tutaq ki, 3-də 2. Görürük ki, 2 3-dən kiçikdir. Bu zaman bu necə kəsrdir? Düzgün olan kəsr. Çünki surətimiz məxrəcimizdən kiçikdir. Həmçinin buna 5-də 1 desək, 1 5-dən kiçik olduğu üçün bu düzgün kəsrdir. Bəs düzgün olmayan kəsrlər nəyə deyilir? Bu zaman tam tərsinə, surəti məxrəcindən böyük olan adi kəsrlərə düzgün olmayan kəsrlər deyilir və ya tərif kimi desək, A böyükdür B olarsa, A bölünsün B kəsri düzgün olmayan kəsrdir. Buna da nə deyə bilərik? Tutaq ki, 3-də 5. Gördüyünüz kimi 5 3-dən böyükdür. Yəni bizim surətimiz məxrəcimizdən böyükdür. Həmçinin deyək ki, 2-də 3. 3 2-dən böyük olduğu üçün bu düzgün olmayan kəsrdir. Adi kəsrlərin qarışıq kəsri kimi bir növ də var. Bunun tərifi nədir? Tam və kəsr hissədən ibarət olan ədədlərə qarışıq kəsrlər deyilir. Bir məsəl verim, 2 tam 3-də 2. Bunda gördüyünüz kimi bir tamımız var. Bu tamımız 2-dir və kəsr hissəmiz də 3-də 2-dir. Bu nə mənanı verir? Bu 2 üstə gəlsin 3-də 2 mənasını verir. Və adlandırdıqda da ilk öncə tam hissəsi deyirik 2 tam, sonra olduğu kimi kəsr deyirik 3-də 2. İndi keçid edək kəsrlərin onluq kəsr hissəsinə. Onluq kəsrlər ümumiyyətlə iki hissədən ibarətdir. Sonlu onluq kəsrlər və dövrü onluq kəsrlər. Dövrü onluq kəsrlər də özü iki hissəyə ayrılır. Saf dövrü onluq kəsrlər və qarışıq dövrü onluq kəsrlər. Əvvəlcə sonlu dövrü onluq kəsr deyək və onluq kəsrləri tərif edək. Tam hissəsi ilə kəsr hissəsi vergül ilə ayrılan ədədlərə onluq kəsrlər deyilir. Buna bir məsəl olaraq 0,5-i verə bilərik. Gördüyünüz kimi bizim vergülün solunda dayanan ədədimiz tamdır. Vergülün sağında dayanan ədədimiz isə kəsr hissəmizdir. 0 bizim tam hissəmizdir, 5 də bizim kəsrimizdir. Bu zaman gördüyünüz kimi onluq kəsrlər buradakı vergül vasitəsilə ayrılır. Bu zaman nə dedik? Tam və kəsr hissəsi vergül ilə ayrılan ədədlərə biz onluq kəsrlər dedik. Gəl indi bir dənə onluq kəsri götürək və onun adlandırılmasına baxaq. Məsələn, 35 tam 1000-də 271. Adlandırmaya keçməzdən əvvəl biz mərtəbələri bilməliyik. Tamda mərtəbəni bilməyə o da ehtiyac yoxdur, çünki elə 35 olaraq deyib keçəcəyik. Amma bizdə adlandırılmada bu mərtəbələr vergüldən sağda özəlliyi çox önəmlidir. Vergüldən ilk sağda gələn ədədimiz hansıdır? 2-dir, düzdür? Bu 2-nin dayandığı yerə 10-da 1-lər deyilir. Ondan sonra 7 dayanır, düzdür? 7-yə 100-də 1. Gördüyünüz kimi 1 0 artır, onu 1 0 arsaq 100 olmaz. Bu da eyni məntiqlə gedir. 7-dən sağda dayanan 1-dir. 1 də bizə nə gedir demək ki? 1000-də 1. Bunları artırsaq 10.000-də 1, 100.000-də 1, 1 milyonda 1 kimi təbii ki, istədiyimiz kimi artıra bilərik. İndi adlandırmanı niyə etdik? Eyni ədədi yenidən aşağıdan yazıram. 35-dən 1000-də 271. Adlandırmada ilk öncə elə o biri bizim adi kəsrlərimizdə də olduğu kimi tam hissə deyilir. 35 tam kəsr hissəsini dedikdə biz vergüldən ən sağdakı, ən sondakı ədədə baxırıq. Ən sondakı ədədimizdə də 1-dir, düzdür? Biz 1-in mərtəbəsini nə demişdik? 1000-də 1. Bu zaman biz 1-i atırıq və olduğu kimi ədədi köçürdürük. 1000-də ədədimiz nədir? 271. Kəsr hissəmiz 271 idi. Həmçinin fərqli cür ədədləri də bu cür adlandıra bilərsiniz. İndi keçid edək onluq kəsrlərin digər qisminə, yəni dövrü onluq kəsrlərə. Dövrü onluq kəsrlər nəyə deyilir? Kəsr hissəsi sonsuza qədər davam edən kəsrlər dövrü onluq kəsrlər deyilir.
Demişdik bunun iki növü var. Saf dövr onluq kəsir və qarışıq dövr onluq kəsir. Gəlin əvvəla saf dövr onluq kəsirə keçiş eləyək və görək ki, bu dövr onluq kəsirin ümumiyyətlə mahiyyəti nədən ibarətdir? Saf dövr onluq kəsilərin tərifi. Dövr vergüldən dərhal sonra başlayırsa, buna saf dövr onluq kəsirlər deyilir. İndi isə başlayacağam ki, dövr nədir və vergüldən dərhal sonra gəlmə anlayışı nədən ibarətdir? Gəlin bir nümunə ilə başlayaq. Məsələn, 0,7. Baxın, bu mötərizəyə dövr deyilir. Bu mötərizəmizə bizim dövr deyilir. İndi bu dövrün mənası nədir? 0,7 bu o deməkdir ki, dövrün içindəki ədəd daima təkrarlanır. Sonsuza qədər təkrarlanır. 0 yazdıq, dövrün içindədir 7, düzdür? Bu 7 sonsuza qədər təkrarlanacaq. Həmçinin bu fərqli bir ədəddə deyə bilərik. Məsələn, 0 tam dövrdə 51. Burada 0 olduğu kimi qalacaq, 51 sonsuza qədər təkrarlanacaq. Bunu anladıqsa, saf dövrü onluq kəsirlər necə adlanır? Elə 0 tam dövrdə 51-də kimi götürmək istəyirəm. Əvvəlcə yenə tamımız varsa tamımızı deyirik. Bizim tamımız var, xeyr, 0 tamdır. Yazaq. 0 tam. İndi artıq dövrümüzə baxırıq. Biz nə dedik? Mötərizəmiz bizim dövrdür. Ona görə dövrdə anlayışı bizə gəlir. Dövrdə. Və dövrün içində də ədəd nədir? Son deyirik. Dövrdə 51. Gördüyünüz kimi burada dövrün içində ədədimiz 51 idi. Keçsək görək qarışıq dövr onluq kəsirlər nə edilir? Tərif belədir. Dövr vergüldən bir və ya bir neçə rəqəm sonra başlayırsa, buna qarışıq dövr onluq kəsirlər deyilir. Gəlin indi baxaq görək bu nə deməkdir. Bir məsəl üzərində işləyək yenə 0 tam dövrə qədər 2 dövrdə 32. Gördüyünüz kimi biz nə demişdik? Mötərizə dövr idi. Bu dövr vergüldən görürüz ki, dərhal sonra başlamır. Əvvəlcə 2 gəlir, sonra dövrün içində 32 gəlir. Gördünüz dərhal vergüldən sonra başlamadı. Demək ki, bu mənası bundan ibarət imiş. Ona görə buna qarışıq dövr onluq kəsirlər deyilir. Bəs bunun saf dövr onluq kəsirlərdən ayrılışı nədən ibarətdir? Niyə bunları ayırırıq? Çünki burada olduğumuz kimi 0 tamı yazırıq. Buradakı 2 təkrarlanmır. 2 olduğu kimi qalır. Dövrün içindəki sadəcə təkrarlanır. Bu 32 təkrarlana gedəcək. Və belə bir qəribə ədəd alınacaq. İndi görək bunları necə adlandırırıq. Elə eyni ədədi götürmək istəyirəm. Gəlin bunu adlandıraq. Yenə tamımız varsa tam yazırıq. Gördüyünüz kimi tamımız 0-dır. Yazaq 0 tam. İndi artıq başqa bir anlayış gəlir bizə. Dövrə qədər. Baxın gördüyünüz kimi dövr 32-dir, hə? Bir də dövrdən əvvəlki ədəd var. Bu dövrdən əvvəlki ədədə dövrə qədər deyilir. Ona görə ikimiz dövrə qədər idi, hə? Yazırıq dövrə qədər. Neçə? Əlbəttə 2, çünki dövrə qədər bizdə 2 idi. Yenə olduğu kimi dövrdəni yazırıq. Dövrdə 32. Dövrdə 32. Bu qədər. Dövr onluq kəsirlərimizə də baxdıq. Dərsimiz yekunlaşdı.